İnsanlığın qədim dinlərindən biri sayılan şamanlıq təcrübə mənasında ifadə olunur. Tarixi dəqiq məlum olmayan bu dinin hansısa müqəddəs kitabı və ya qurucusu yoxdur. Amma qəribədir ki, bir-birinin mövcudluğundan xəbəri olmayan ayrı-ayrı xalqlar hərəsi bir cür şaman idilər. Şaman inancına görə dünya göy, yer və yeraltı aləm olmaqla üç hissəyə ayrılır. Konkret olaraq Altay türklərinin inancı belədir ki, göy aləmini tanrı və yaxşı ruhlar təmsil edir. Yer dünyası birmənalı olaraq insanlara aiddir. Yeraltı dünya isə pis ruhlar üçündür. Yaxşı ruhlarla ünsiyyətdə olanlara ağ şamanlar, pis ruhlarla ünsiyyətdə olanlara isə qara şamanlar deyirlər. Şaman olmaq üçün mütləq hansısa seçilmiş bir şamanın nəslindən olmaq lazımdır. Atasının, babasının ruhunun təsirində olan insan şaman olmazsa o mütləq dəli olacaq. Şamanlar öz ayinlərini həyata keçirmək üçün mütləq təbildən istifadə etməlidirlər. Bəzi yerlərdə təbili qopuz əvəz eləyir. Deyilənlərə görə Oğuzlar İslam dinini qəbul edəndən sonra qopuzu müqəddəs sayıblar. Eyni zamanda hər bir şaman dünyasını dəyişəndən sonra onun təbilini meşəyə aparıb parçalayırlar və hansısa bir ağacın budağına salırlar. Şaman isə həmin ağacın dibində bastırılır. Geyimlər də şamanlar üçün olduqca vacibdir. İnanca görə xüsusi geyimi, cübbəsi olmayan şaman pis ruhlara qarşı mübarizə edə bilməz. Şaman cübbəsini və təbilini öz arzusuna görə yox, xidmətində olduğu ruhun əmrinə və ilhamına görə düzəltməlidir. Nədənsə mən günəşə inanan qədim insanın törəməsi kimi bu qarışıqlığın içində ruhuma yaxın olan bir türk təfəkkürünü tapdım. Deyim siz də bilin. Misal üçün, öldü sözünün əvəzinə dünyasını dəyişdi, haqqa qovuşdu, köçdü kimi işlətdiyimiz ifadələr əslində elə şamanlıqdan gəlmədi. Biz dolayısıyla ruhun ölməzliyinə inandığımız üçün belə deyirik. Və nəhayət şaman ayinləri musiqisiz icra olunmaz. Biz də müqəddəs kitabımızı xüsusi bir avazla oxuyuruq. Belə görünür ki, insan köçəri həyat tərzindən oturaq həyat tərzinə keçdikcə şamanlıq daha da mükəmməlləşib müxtəlif dinlərə çevrildi. Bütün bu oyunların kökündə isə yalnız bir şey dayanır, inam. Əgər inandığın qədər də iradəli deyilsənsə, onda sənin için elə şamana qalıb. Raqif Rafoğlu'dan bu qədər. Sizdən nə xəbər?